Herkese salam dostlar. Bu videoda New York'ta keçirdiyimiz 15 gündən mini vlog hazırlamışam. Bu bizim ilk günümüzdür. Qalacağımız evin həyətidir. Bu da həmin evin mənzərəsidir. 21-ci mərtəbədən hər şey çox gözəl görsənir. Səhərsi günü yollanırıq gəzməyə, ətraf aləmlə tanışlığa. Burası Brooklyndir. Və bir ara burada alış-veriş eləyirdik. Bu da balaca mini robotumuz. Və artıq yollanırıq dediyim kimi Manhattana gəzməyə. Yolda evlərin gözəlliyinə valeh oluram. Yəni evlər, domiklər superdirlər. Və bu yollar qış olduğu üçün biraz sıxıcı görsənə bilər, amma deyilənə görə yazda daha çox maraqlı olur. Burada artıq Manhattanın qoxusu gəlir. Bu da məşhur Brooklyn körpüsüdür və budur Manhattanın küçələri. Təəssüf ki, maşın olduğumuz üçün düşmədik parking məsələsinə görə təzədən qayıdırıq geri və qayıtmışkən həmin o domiklərə yenidən yaxından baxmaq kimi bir imkanımız oldu. Hər bir videoda yerləşdirilən həmin o məşhur evlər. Bunlar nə az nə çox ən az $1 milyon başlayır bunların qiyməti. Və maşınla gəzməyə mümkün olmadığı üçün səhərsi günü avtobusa yollanırıq. Avtobus bizi aparır Brighton'a. Brighton çox gözəl yerdir. Üstdə gördüyünüzdə metrodur. Mənzərəsi superdir. Burada kartımızı yüklüyürük. Qeyd edim ki, bu kartlar heyf ki Massachusetts'də keçmədi və budur metro stansiyası. Metronun gözlədiyi artıq mindi. Harun yenə şokdadır və üstünə getdiyi üçün mənzərə gördüyünüz kimi əla idi. Və 42-ci stansiyada düşdük. Düz Times Square-in mənzərəsinə açılırdı. Özüm də şoka düşdüm. Çox gözəldir mənzərə. Bayıldım bura. Bura New York'un döyünən ürəyidir. İnşallah bir də getsəm. Bu səfər artıq fərqli çəkilişlər olacaq. Bunu belə deyim də özüm üçün çəkmişdim. Düşündüm ki, niyə də paylaşmayım. Bu da həmin o məşhur pilləkənlər. Burada mənzərə həqiqətən də çox gözəl görsənir. Amma bu pilləkənləri tapmaq üçün yalan olmasın 40 dəqiqə sərf elədim. Harun bəy də öz ampulasında həmişə kimi ağlayıb mızıldayırdı, amma yenə də Haruna rəğmən bir təhər gəzə bildik. Azlığı üçün gətirdik McDonald's-a, amma özümüz oturmadıq. McDonald's bu arada çox dadlıdır və ən ucuz şeydir də. Yəni burada bildiyiniz ən ucuz yemək McDonald's-dır. Bu filialına gəldik və menyular aldıq. Burada Haruş yenə ağlayır deyə keyfini açmağa çalışırdım, güldürürdüm onu. Buradan da yollandıq mol axtarmağa. Yolda bu kilsəni gördüm, yəni əzəmətli, dəhşət bir şeydi. Adamı valeh etməyə bilmirdi. İnternetdə baxdım, tanınmış mollardan biri olan Brooklyn bizə yaxın idi. Ona görə də bura gəldik və onun kənarıdır bura. Və inanılmaz bir mənzərə, okeanın kənarı. Bu da içərisidir. İçərisində ağaclar falan. Yəni vuruldum bir sözlə. Amma dəhşət baha idi hər şey. Bir çox markalar burada var idi. Onları da çəkmişəm. Amma içi darıxdırıcı idi, nə yalan deyim. Amma küçələr çox gözəldir, adamı valeh eləyir. Yəni çalışırdım hər yeri çəkim. Əslində dediyim kimi özüm üçün çəkirdim. Düşündüm ki, bu qədər kadr var, silməyə də qıymadım. Dedim mini bir vlog düzəldim. Və son olaraq da həmin yerdə elə yaxında yerləşən gördüyünüz o ağ yer Trade Center Mall-dur. Bu quyu da ikiz qüllələrin partladıldığı gün dəfn olunan insanların xatirəsinə yaradılıb. Çox maraqlı və heyrətamiz bir şeydir. Trade Center-in içərisidir, amma çox qarışıq bir yer idi, heç sevmədim. Çox da böyükdür. Belə videomuz sona çatdı. İnşallah bəyənərsiniz. Dəstək olmağı unutmayın. Videonun ardı olacaq. Hansı ki, New York'dan Bostona niyə köçdük? Bu barədə ətraflı məlumat verəcəm. Hələlik özünüzdə müğayət olun.